Yenə deyirəm, İran xalqının Cənubi Azərbaycanımızın Farsa aid deyil, Ərəbə aid deyil, İrandakı Farsa, Ərəbə, Erməniyə, Kürdə aid deyil. Amma Cənubi Azərbaycanımız hər zaman biz deyək, İlham Əliyev şərəfsizdir. O insanlığın düşmənidir, Türkün düşmənidir. Onların yarıdan çoxu İlham Əliyevə simpatiyası var idi. Allah bə, Allah bə. Artıq İsrailin bu bombardımanlarından sonra bütün Cənubi Azərbaycanımıza sahib çıxmayın İlham Əliyev. Daha da yanacaq verərək İsrailə Cənubi Azərbaycanımızı bombalatdıran İlham Əliyev 45 milyonun hədəfinə gəldi. 45 milyonun hədəfinə gələn İlham Əliyev hələ orada bir devlət yaranacaq. Devlət yaranacaq. Üstəlik də bu xalqı bombalayan Netanyahu hakimiyyətdə qalanmaz. Bunları bombalatdıran, yanacaq verən İlham Əliyev hakimiyyətdə qalanmaz. Bax, İran dağıldı mı? İran dağıldı mı? Bunlar getdi. Erdoğan da getdi. Narahat olmayın ki, Erdoğan bəlkə də özü ölməmiş İlhamı öldürəcək. Narahat olmayın. Hazırlaşın. Mən demişdim da bugün. Bu il hazırlaşın Azərbaycanla. Azərbaycanlar kənara səpələnmiş Azərbaycanlılar. İlhamın ömrünə çox az qaldı. Çox, 2 həftəyə İran dağıldısa, orada 1-2-3 aya tez ayaqlanmaz devlət, quruldu da devlətlər. Bir balaca silahlama qarşı durmaz adı ola bilər də Suriyadakı kimi azmaz oldu da. İndi də azmaz var. 1-2-3 ay elə çəkə bilər və həmən ərəfədə seçimlər qəzəbli, xalqların qəzəbləndiyi Netanyahu qalanmaz. Netanyahu ya xəstəlikdən aradan itəcək, ya seçimdən gedəcək. Bütün hallarda Netanyahu yoxa çıxacaq. İlham Əliyev yoxa çıxacaq. Sırazı. Deyiləm efendim. İndi özünüz düşünün də 45 milyon xalqı bombalatdıran və bombalatdıran İlham Əliyev, 45 milyon İlham Əliyevə qəzəbli, hələ biz də qəzəbliyik. Üstəlik də Amerika, dünya gücləri Putinlə işbirliyi, Putini sanksiyalardan dəlib çıxardan İlham Əliyev qala bilərmi hakimiyyətdə? İndi siz özünüz düşünün. Qala bilərmi hakimiyyətdə? Ona görə Erdoğan bugün ayrılırmış kimi belə nətər görüşdülər. Baxın, hələ İlham Əliyevdən Erdoğanın görüşünə baxın. Bugünkü qucaqlaşdılar, heç vaxt elə qucaqlaşmayıblar. Bəlkə də bunların son qucaqlaşması olacaq. Darıxma. Bax, sizə sadə sual verdim. Amerika, böyük neft yataqları olan, hələ bizdədir, biz tərəfdədən böyük neft yataqları, böyük bir hissəsi də biz tərəfdədir. Baxın, Amerika, İngiltərə, dünyanın, Avropa, dünyanın kaderini həll eləyənlər, gələcək düzən quranlar. İndi bax, tutaq ki, indi düşünün, Molla öldü. Sabah da bürsün də deyəcəklər, Molla Hasa bunkerdə öldü. Amerika təsdiqlədi, Mossad təsdiqlədi, o təsdiqlədi, bu təsdiqlədi. Mollanın çoxdan duplikatı var. Molla öldü. Nə olacaq? Sepah osturacaq. Vapşim yox olacaq Sepah. Sepahı harada gördülər, öldürəcəklər. Xalqlar ayaqlanması başlayacaq. Xırda qruplaşmalar olacaq. Bəli. Xırda qruplaşmalar olacaq. Silahlanma xırda. Xüsusilə də mən düşünürəm ki, Sepahın ya İttihatın qrupları olacaq. Ona qarşı da quru əməliyyatlarına hazırlanıb. Harada xırda, necə deyərlər, əməliyyatlar olacaq, ora vertolyotlarla töküləcəklər. Amerika, Kanada, İsrail qüvvələri töküləcək, həll eləyəcək məsələni. Həll olunacaq, narahat olmayın. Xalqlar dəqiqə qalxıbsa, onlar kim üçün döyüşəcəklər? Molla da öldü, Xamenei də öldü. Bunlar Mollaya imam kimi baxırlar, Allah kimi baxırlar, haşa. 2 həftəyə Molla öldü, xalqlar əyə qalxdı, müstəqillik istəyir. Biraz İranın o qalıq-malıq ordusu mollasız nəsə eləmək istəyirlər, o da heç nə alınmır. Helikopterlərlə, şturmavoy vayskalar, desantlar
dəniz pişikləri, hamısı tökülür. İranın o orada burada olan silahı atmayan qüvvələri məhv eləyirlər. Və sonra indi Amerika özünü sevdirməlidir axı. Xalqın lideri seçir. Xalq istəyən lider olmalıdır, çıxtarır. Kim olsa Amerikaya baş əyəcək. İngilisə baş əyəcək. Kim olsa İsrailə baş əyəcək. Amma üzdə İsrailin yamyamı olmamalıdır. Üzdə İsrailin yamyamı seçilə bilməz. Yəni Rıza Pəhləvi seçilə bilməz. İndi siz düşünün. Bu boyda regionun ağsaqqalı olacaq 45 milyonluq Azərbaycanlılar. 45 milyonluq. Hələ nəzərə alın ki, Türkiyə qarmağı indidən atıb. Türkiyə indidən qarmağı atıbdır ora. Türkiyə o türkləri yalnız buraxmayacaq. Erdoğan ondan da bir reyting toplamaq istəyəcək. Erdoğan bir reyting toplamaq istəyəcək. Amma və lakin 45 milyon pusat Türk Türkiyəyə qaçır, ora-bura qaçır, Ermənistana qaçır, İlham Əliyevə nifrət edir. Hamı deyir ki, İlham Əliyevin yanacağınla bizi bombalayırlar. Bütün İran blogerlər, aləm deyib bir-birinə. Hamı İlhama söyür. İlhamı sevənlər var idi. Mənə qarşı çıxanlar vardı, öz elə adamlar idi ki. Hamı İlhamı söyür. İndi siz düşünün indi. İran parçalandı, o lokal hərbi dəstələrdə məhv edildi. İndi ölkələrin liderləri seçilməlidir. İranın içində olan liderlər seçilməli və demokratikləşmə oyunu başlamalıdır və ya gerçəyi başlamalıdır. İndi siz düşünün. Siz düşünün. İndiyə kimi xalqımıza divan tutan, elə mollalardan Əli Hamneydən də güc alan, yanacaq verib bizi bombalatdıran İlham Əliyev və bombalayan Netanyahu qalmalıdırmı? Yox, tez gedəcəklər. Tez. Bu ilin sonuna mı, payızına mı? İndi bu bir balaca bu əməliyyatlar, zadlar, bu xırda şeylər olacaq. Tez gedə, özü görəcəksiniz, gedəcəklər. Özü çox yaxında gedəcəklər. Çox uzanmayacaq. İlham Əliyevin bir neçə ay ömrü qaldı. Və indi əlbəttə ki, bunlar getməlidir. Daha İlham Əliyev nəyə görə lazım idi? İlham Əliyev 55 il dədəli balalı orada nəyə görə lazım idi? İki şeyə görə. Bir, bugün İrana vurulan zərbələr, hələ Azərbaycan üzərindən vurulan zərbələr. İki, neftə qaza görə. Daha Azərbaycan nefti qalıb ki, dibini yalayırlar. Onu da yəqin ki, İngilislər bizə verəcək ki, yazıqdır bu xalq acından ölür. Heç olmasa bu sada, bu neftin qazın dibində qalanısa da bunların olsun. Baxın, İran kimi dünyanın ən zəngin neft-qaz yataqları, Suriya kimi ən zəngin neft-qaz yataqları, hələ İran yoxdursa, Qətər, Bəhreyn azalıb nefti, Qətər, Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, Dubay bölgəsi hamısının şeyxləri osturacaq. Onlar şeyxlər lotu nəyə görə qalıb orada? İrana görə Amerika bazaları var. Kraliyyət, muraliyyət, hamısı fəsə. Demokratikləşmə, vəssalam. Demokratikləşmə qutardı getdi. Daha o şeyxlərə ehtiyac olmayacaq Amerikanın. Vəssalam. Bu şeylər var, İşıd, Əl-Nusra, Fatimə Zəhra, Hüseyin Yun, nə bilim nə Yun. Bunlar hamısına ehtiyac qalmayacaq. Bunlar fəsə qutardı. PKK, YPG, PYD, bunlara heç birinin Amerikanın ehtiyacı qalmayacaq, nə də Rusiyanın. Vəssalam. Qutardı. Dəyərli həmvətənlərim, o gün artıq başladı. İkinci həftə. Bax, ikinci həftə. Dözün, görəcəyinizi görəcəksiniz. İkinci həftə. İndiyə kimi hər şeyi İlham Əliyev görürdü. Gözü ilə görən idi İlham Əliyev. Üzü üzlər, götü bizlər görübdü Mehriban Əliyevanı. İndən sonra görmək, bunların ağrısını, acısını görmək. İndiyə kimi bizi şeyləyirlər, onlar görür. İndi onlar şeyləyəcəklər, biz görəcəyik. Başa düşdünüz mü?